Hər kəsi salamlayıram. Bugün biz 9-cu əsrin ikinci yarısından 11-ci əsrin ikinci yarısına qədər Azərbaycanda mövcud olmuş feodal dövlətlərin din toplusunda verilmiş testlərinin izahı ilə tanış olacağıq. İlk mövzumuz Şirvanşahlar dövlətidir. İlk sualımız isə 10-cu əsrdə Şirvanşahlar dövlətini özlərindən asıliyətə salmış dövlətləri tapacağıq. Bizim birmənalı olaraq yadda saxlayacağımız 10-cu əsrdə Şirvanşahlar dövlətini özünə asıliyətə salan iki dənə dövlət var. Onlardan biri Sacilər dövləti, digəri isə Salarilər dövlətidir. Sacilər dövləti Yusifin dövründə, Sacilər. Salarilər isə Mərzban ibn Məhəmmədin dövründə. Cavab olacaq B variantı. Rəvvadilər və Şəddadilər Şirvanşahları heç vaxt özlərindən asıliyətə salmayıblar. Səlcuqlar isə uşaqlar 1066-cı ilə təsadüf eləyir. Yəni bu 11-ci əsrdə baş vermişdir. Olacaq B variantı. İkinci sualımız 9-10-cu əsrlərdə Azərbaycanda feodal dövlətlərin yaranma səbəblərinə aiddir. Bunun bir çox səbəbləri var. Deməli, 9-cu əsrdə xilafətə qarşı baş vermiş üsyanlar, xilafətin zəifləməsi, təbii ki, bu üsyanlar içərisində biz Xürrəmlər hərəkatını xüsusi qeyd edirik və xilafətin zəifləməsi nəticəsində Azərbaycanda deməli iri feodallar müstəqilləşəcək və yaxud da biz buna əyalət canişinlər də deyə bilərik. Əyalət canişinləri müstəqilləşəcək və yeni dövlətlər yaranmış olacaq. Cavab E variantı olacaq. Üçüncü sualımızda Abbasilər xilafətinin zəifləməsi nəticəsində Azərbaycanın şimal-şərq torpaqlarında yaranmış dövlətin paytaxtlarından biri. Bu deməli 3, 4 və 5 ola bilməz cavablarımız içərisində. Çünki şimal-şərq torpaqlarında yaranmış dövlət Şirvanşahlar dövləti idi. Şirvanşahlar dövlətinin paytaxtlarından biri isə deməli 918-ci ildə Əbu Tahir tərəfindən köçürülmüş olan Şamaxı şəhəri idi. Şirvan, Şamaxı və Bakı şəhəri olub bilirsiniz ki, Şirvanşahların paytaxtı. Dördüncü sualımız da elə bu dediyimiz məsələ ilə əlaqədardır. Əbu Tahirin dövründə 918-ci ildə paytaxt Şamaxıya köçürülüb. B variantı. 5-ci, 6-cı və 7-ci suallarımız biri-biri ilə əlaqəli suallardır. Burada biz məntiqi ardıcılığı tamamlayacağıq. Xilafətin zəifləməsi, iri feodalların müstəqilləşməsi Azərbaycanda müstəqil dövlətlərin yaranmasına gətirib çıxardacaq. Olacaq nə? A variantı. 6-cı sualımızda da yenə ərəb əsarətinə qarşı üsyanlar, xilafət zəifləyir və Azərbaycanda nə yaranır? Müstəqil dövlətlər. C variantı. 7-ci sualımızda da ərəb xilafəti zəifləyir, müstəqil dövlətlərimiz yaranır. Bu biraz fərqli sualdır. Deməli uşaqlar, bu dövlətlərin yaranması ilə Azərbaycanda Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, yəni bu dövlətlərin yaranması ilə Azərbaycan ərazisində feodal dağlıq dövrü başlanmış olur. Biz bilirik ki, 9-cu, 11-ci əsrlər Azərbaycanda feodal dağınıqlığı dövrüdür. Biz buna ikinci dəfədən nə vaxt rast gəlirik? Əfşər imperiyasının parçalanması, xanlıqlar dövrünün başlanması, ta ki, yəni 18-ci əsrin 40-cı illərindən başlayır, 19-cu əsrin birinci rübü mi deyək, 1828-ə qədər olan dövrü əhatə edir təxmini. Olacaq B variantı. 8-ci sualımızda Şirvanşahlar dövləti və Fransa krallığına aid ümumi cəhət. Bu başqa bir cavab ola bilməz burada. Bizim axtaracağımız nədir uşaqlar? D variantı. Yəni eyni əsrdə yaranmaları. 861-ci ildə Şirvanşahlar, 843-cü ildə isə Fransa krallığı yaranıb. Bunlar ikisi də 9-cu əsr etdiyinə görə cavab olacaq D variantı. 9-cu sualımızda 859-cu ildə Məhəmməd ibn Yezdin öz iqamətgahını etdiyi şəhər Gəncə şəhəridir uşaqlar. 859-cu ildə. Hara? Gəncə. Bəs Gəncə harda verilib uşaqlar? 5-də. Biz xəritəyə nəzər salsaq 4, yəni Göyçə gölünün aşağı tərəfi Dəbildir, 5 Gəncədir, 1 Şamaxıdır, 3 Ərdəbil, 2 isə Təbriz şəhəridir. 10-cu sualımızda Şirvanşahlar dövlətinin 10-cu əsrdə paytaxtın köçürüldüyü şəhər. Bu bayaqki sualdır, yəni 918-ci ildə Əbu Tahir tərəfindən Şamaxı şəhərinə köçürülüb. A variantı olacaq. 11-ci sualımızda 988-ci ildə Şirvanşahlar dövlətinə birləşdirilən ərazi Dərbənd ərazisidir. Yəni 2. D variantı. 3 hara oldu deməli uşaqlar? Gəncə. 1 hara oldu? Şamaxı. Bunu əzbərlədik. Təbriz, Ərdəbil. 12-ci sualımızda 10-cu əsr, 9-10-cu əsrlər Azərbaycan tarixi üçün səciyyəvi idi. Baxın, Monqol yürüşlərinin başlanması 1220-ci ilə təsadüf edir. Monqolların ilk yürüşü bu 13-cü əsrdir. Feodal münasibətlərin yaranması 3-cü əsrə təsadüf edir. Tiflis müsəlman əmrinin ləğvi deyirsə, bu
1122-ci il, yəni 13-ci əsrə aiddir. Bütün ölkədə sabitliyin yaranması, xarici müdaxilələrə təbii ki, bir dəfəlik son qoyulmayıb. Cavab olacaq E variantı, qədim dövlətçilik ənənələrinin dirçəlməsi. Bəli, bu Şirvanşahlar dövlətinin yaranması ilə başlamış bir prosesdir. 13-cü sualımızda Şirvanşahlar dövlətinə aid deyil biz tapacağıq. Slavyanlar yürüşdə məruz qalıb. 1030-cu il, 1032-33-cü il bunları qeyd edə bilərik. Məziyyətlər tərəfindən yaradılıb, doğrudur. 861-ci ildə bir haşiyəyə çıxaq ki, Şirvanşahlar dövlətini 3 sülalə idarə edib. Məziyyətlər, Kəsranilər və Dərbəndilər. Yaradan sülalə isə Məziyyətlər, sonuncusu isə Dərbəndilər olmuşdur. Şamaxı dövlətin paytaxtına çevrilib. Bunu da əzbərlədik biz 918-ci ildə. Dərbənd hakiminin asılan salınması da 988-ci ildə. Paytaxt isə Bərdə olmayıb. İlk paytaxt hara olub? Şirvan şəhəri. 14-cü sualımızda Şirvanşahlar dövlətinə aid deyil tapacağıq. Yenə bunu artıq biz bildik. Bunu da bildik. Müəyyən müddət Salarilər dövlətinin asıldığı olub. Doğrudur. Mərzban Məhəmməd dövründə Azərbaycan şimal torpaqlarında yaranıb. Bu da doğrudur. Bizim iki dənə dövlətimiz Şəddadilər və Şirvanşahlar Azərbaycan şimal torpaqlarında qoyulub. Elə üçü də Ş ilə başlayır. Yəni Şirvanşahlar, Şəddadilər, şimal. Belə yadda saxlaya bilərsiniz. C variantında isə C variantı doğru fikirdir, amma dövlətə aid deyil. Çünki bu proses 859-cu ildə baş verib. Dövlət isə 861-ci ildə yaradılıb. 15-ci sualımızda da Şirvanşahlar dövlətinin yaranmasını biz tarixi əhəmiyyətini tapacağıq. Elə A variantı öz əksini tapıb ki, Azərbaycana dövlətçilik ənənələri bərpa edildi. Digərləri isə Şirvanşahlara aid deyil. 16-cı sualımızda Haşimilər sülaləsi tərəfindən yaradılan, idarə edilən və yaxud da 10-cu əsrin 80-ci illərində Şirvanşahlara birləşdirilənsə Dərbənd şəhəridir. Yəni 2 olacaq cavabımız. B variantı. 17-ci sualımızda bu da maraqlı sualdır nisbətən. Eyler-Venn diaqramına əsasən uyğun bədləri tapacağıq. Burada 4 hər biri üçün oxşar cəhətdir. Bəs hər biri üçün oxşar cəhət nə ola bilər? Uşaqlar, Dərbənd şəhərinin ələ keçirilməsi olacaq. Şirvanşahları biz zaten bilirik. Sazilərlə Salarilər də əgər Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdiriblərsə, bu istisnasız ki, Dərbənd şəhəri ələ keçirilib. Çünki biz onların ərazisini nə deyirik? Dərbənddən başlayaraq Zəncana və yaxud da İran körfəzinə qədər də qeyd edirik, əhatə edir. Deməli, 4-də B variantı mütləq şəkildə olmalıdır. Baxın, biz 4-ü tapan kimi cavabımız da çıxdı. Amma yenə də baxaq, ticarət gəmiləri Salarilərə aiddir, məziyyətlər Şirvanşahlara aiddir, Rey Sazilərə aiddir, Yusifin dövrüdür. Mərzban bin Məhəmməd isə təbii ki, Salarilər dövlətinə aiddir. Cavab oldu nə? A variantı. 18-ci sualımız açıq sualımızdır. 9-10-cu əsrlərə baxacağıq, aid deyil olan tapacağıq. Baxın, birinci sualı oxuyuruq. Biz orada Böyük Səlcuq dövləti görən kimi biz bilirik ki, bu hadisə 9-10-cu əsrlərə aid deyil. Çünki Səlcuq dövləti 1038-ci ildə, yəni 11-ci əsrdə yaranıb. İkinci məsələdə də nal bahası alınması. Nal bahasıdır, silah bahasıdır, şərab bahasıdır, nə bilim, nəmlə bahasıdır. Bu kimi vergilər Səlcuqların dövründən etibarən alınmağa başlayıb. Səlcuqlar da qeyd etdiyimiz kimi 11-ci əsrə aid olduğu üçün 9-10-cu əsrlər şərtini ödəmir. Deməli, cavab olacaq 1 və 2. 19-cu sualımızda Dərbənd əmirliyinə aid olanları tapacağıq. Dərbənd əmirliyi, bunu artıq biz əzbərlədik. 10-cu əsrin 80-ci illərində, yəni 988-ci ildə Şirvanşahlara birləşdirilib. Şəddadilər dövləti Dərbəndə tabe etməyib. Ərəb mənşəli feodal nəsl tərəfindən idarə olunması da doğrudur. Cəfərlər isə Tiflis müsəlman əmirliyinə aiddir. Deməli, 19-cu sualımızda 1-3 olacaq cavabımız. 20-ci sualımızda 9 əsrin birinci yarısında, birinci yarısını görürsənmi, çıxırsan bunu, ardın oxumursan. Çünki 861 neçənci yarısı eləyir? Ay sağ ol, ikinci yarısı. Azərbaycanın şimal-şərq torpaqlarını əhatə edir. Doğrudur. Türk gördün, yenə də çıxdın. Çünki Şirvanşahlar nədir? Ərəb mənşəli. Sonradan deyilənə görə türkləşmə prosesi baş vermişdir. Sazilər və salarların asılılığı düşüb. Bunu birinci testimizdə zaten biz izah etdik. 2 və 4. 21-ci sualımızda biraz səliqəsiz xəritədir. Ulduzla verilən şəhərin erkən orta əsrlər tarixinə aidolan tapacağıq. Yəni 3-11-ci əsrə aidolan tapacağıq. Bəs hansıdır? Təbii ki, burada Bərdə şəhərindən söhbət gedir. Bərdə şəhəri deyirsə, birinci fikir doğrudur. Çünki Bərdə 705-ci ildə ərəb canişinliyinin iqamətgahına çevrilir və Arranın baş şəhərlərindən biri hesab edilirdi. Hətta Arranın nəyə adlandırılırdı? Ay sağ ol, anası. Deməli, nə oldu cavab? 1 və 2. Sazilərin paytaxtı olmayıb, liman şəhərimiz isə biri Dərbənd olub, biri də Bakı olub. Bunun Bərdiyə aidiyyatı yoxdur. 20-ci testimizdə yenə də diqqətli olacağıq.
9-11-ci əsrlərdir. Şərtlərdə mütləq diqqətli olmaq lazımdır. Bəs ulduzla verilən xəritə ərazi hansıdır? Dərbənd. Demək, Dərbəndi 9-11-ci əsrlərinə aid tapacağıq. Bax, Monqolları görürsənmi? Dərbənd Monqollar tərəfindən tutulub, bəli. Amma nə zaman? 1200 neçədə? 39-da. Bu 13-cü əsr eləyir. İndi baxacağıq biz 3 dənə xüsusiyyətə. Müəyyən müddət Haşimlər sülaləsi tərəfindən idarə edilib. Doğru fikirdir. 10-cu əsrin 80-ci illərində, yəni 988-də bu da doğrudur. Demək, cavab 1-2 olacaq. 4 isə Rəvvadi Əmirliyinin mərkəzi olur. Bu təbii ki, səhv. Rəvvadi Əmirliyi təxminən haralarda mövcud olur? Azərbaycan cənub torpaqlarında. O şimalı görməyiblər, yəni. Onun mümkün deyil ki, mərkəzi olsun. Cavab olacaq 1-2. Bəli, Şirvanşahlar dövlətini bitirdi. Keçirik Sazilər dövləti ilə əlaqə olan suallara. Sazilərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları vahid dövlətin tərkibində birləşdiriləcək. Bu doğru fikirdir. Təbriz ilk dəfə Rəvvadilərindir. Dərbəndlər Şirvanşahlardır. Dəbil Əmirliyi Sazilərə aid deyil. Bu Şəddadilər dövlətinin yaranmasından əvvəlki proseslərdir. Əməvi isə o dövrdə yox idi. İkinci sualımızda 10-cu əsr əvvəllərində Sazilər dövlətinin ərazisi. Baxın, 10-cu əsrin əvvəlləri Yusif İbn Əbi Sazın dövrüdür. 901-dən 27-ci ilə qədər hakimiyyətdə oldu. Və Sazilərin dövründə, yəni Yusifin dövründə biz Azərbaycan torpaqları deyirik ki, vahid dövlətin tərkibində birləşdirildi. Deməli, ərazi hara ola bilər? Əlbəttə ki, Zəncandan Dərbəndə qədər olan Azərbaycan torpaqları və yaxud da Dərbənddən Zəncana qədər olan bütün Azərbaycan torpaqları. Üçüncü sualımızda sazilərin yaranmasının əhəmiyyətini soruşur vahid dövlətin tərkibində. Nə olacaq? Təsərrüfat canlanacaq, mədəniyyət inkişaf edəcək. Əlbəttə ki, vahid dövlət varsa, mütləq şəkildə inkişaf var, tərəqqi var. Aydınmı? Hunlar yoxdur, erkən orta əsrlər dövrü, yəni bu daha çox 4-7-ci əsrləri əhatə edir. Slavyanlar yürüşünə son qoyuldu. Slavyanlar 1175-ci ilə qədər Azərbaycana demək olar ki, yürüş ediblər. Dərbənd Əmirliyi 1075-də ləğv edilib. Səlcuq türkləri isə sazilər görməyiblər. 941-də süqut edib sazilər. Səlcuqlar sazların ilk yürüşlərindən zamanında 11-ci əsrin 1-ci 10 illiyi. Dördüncü sualımız nə idi? Bu 4 ilə 5 sadə sualdır. Yusifdən əvvəlki təbii ki, dövləti yaradan Məhəmməd İbn Əbu Sacdır. Yusifdən sonraki isə bizim adına rast gəldiyimiz sonuncu hökmdar olan Deysan olacaq. Yəni 4-də C, 5-də D variantı. 6-cı sualımız da sadə sualdır. 9 əsr sonunda meydana gəlib 898-də paytaxtları Marağa və Ərdəbil olub, Türk sülalası tərəfindən idarə olunub, təbii ki, Sacilər. Şirvanşahlar və Sazilər dövlətinin tarixinə ümumi cəhət, bu da ən spesifik olanı uşaqlar, Dərbənd səddinin təmir etdirilməsi məsələsidir. Bu birmənalı olaraq burada cavab A olacaq. Heç başqasını oxumayın. Gəldik növbəti sualımız 8-ci sual. Marağadan sonra paytaxtda olan şəhər Sazilər Ərdəbil şəhərdir. Bax 4, 3, 1. Bunu çıxdıq. Çünki dediyimiz kimi Sazilər Azərbaycan cənub torpaqlarında yaranıb və paytaxtı da cənub şəhərlərində olub. Onlardan biri olub Ərdəbil, o birisi isə olub Marağa. Marağa burada olur təxminən, indi xəritədə qeyd edilməyib. Cavab oldu nə uşaqlar? Deməli 5 hardadır? C variantında. 9-cu sualımız da bayaqki Şirvanşahlar suallarla eynidir. Burada eyni əsrdə yaranmaları olacaq. Hər ikisi 9-cu əsrdə yaranıblar. 843, 898. 10-cu sualımızda Yusif İbn Əbu Sacın siyasətinə aid deyil. Xilafətin xəzinəsinə 912-ci ildə xərac göndərməyi dayandırır. Dərbənd səddini təmir etdirmişdi. Bu Slavyanlar yürüşü ilə əlaqədardır. Öz adına pul kəstirmişdi. Şirvanşahları da tabi etmişdi. Xəzər dənizində hərbi donanma isə təbii ki, bizim feodal dövlətlərimizdən heç biri hərbi donanma yarada bilməyiblər Xəzər dənizində. Nadir Şah buna təşəbbüs göstərir, amma Osmanlı ilə müharibə nəticəsində səbəbi ilə daha doğrusu bu proses baş vermir. Azərbaycanda hərbi donanma Azərbaycan Xalq Cümhuriyyətinə aiddir 1919-cu ilə. 11-ci sualımızda Yusifin hakimiyyət dövrünün səciyyəvi cəhətini tapacağıq. Salarilər dövləti bu ümumiyyətlə yanlışdır. Salarilər çünki Sazilərə son qoyaraq dövlət yaratmışdılar. Yəni Yusifin dövründə Salarilər dövləti yox idi. Azərbaycan torpaqları bəli, ilk dəfə Türk sülaləsi tərəfindən vahid dövlətdə birləşdirilir. Səlcuqları Yusif görməyib, Rəvvadiləri görməyib, Dəbil Əmirliyi isə əsası təbii ki 951-ci ilə aiddir. Onda artıq Yusif ölmüşdü və bu Şəddadilərə aiddir dediyimiz kimi. Yəni dövlətə aid deyil, amma ümumi götürsək Şəddadilərə aiddir. 13-cü sualımızda Sazilər dövlətinə aid olmayan xüsusiyyətə tapacağıq. Şirvanşahlar dövləti tabi edib. Bərdə uğrunda Slavyanlarla mübarizə aparansa kimdir uşaqlar? Salarilərdir. Yəni B variantı olacaq burada. Birinci yarışı 941-də süqut edib, paytaxt Marağa və Ərdəbil olub, Dərbənd səddində təmir etdirib. 13-cü sualımızda Sazilər dövlətinin yaranmasının əhəmiyyəti bu bayaqları dediyimiz
Məsələdir 10-cu əsrdə ölkə vahid dövlətin tərkibində birləşdirildi. Oğuz türkləri məskunlaşması Rəvvadi Şəddadilərə aiddir, ticarət gəmiləri Salarilərə aiddir, ərəblərin hücumları qarşısı alınmayıb, hətta ərəblərlə Yusifin dövründə toqquşmalar da var, müharibələr də var. Şimaldan olan hücumlara son qoyulması da yanlışdır. 14-cü sualımızda Rey şəhərinin tutulması, deməli, şərti oxumadım, aid deyili tapacağıq biz. Rey şəhəri Samanilərlə mübarizə nəticəsində tutulub. Azərbaycan qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcülər Yusifin dövründə məğlub edilib, hətta onlar Asvetə salınıb. Sülalənin nümayəndələri Afşin titulu daşıyırdı, doğrudur. Kaxetiyədə bayaq elə bu B-də dediyimiz məsələdir. 2000 Oğuz ailəsinin Azərbaycan məskunlaşması bu uşaqlar Rəvvadi və Şəddadi dövlətlərinə aid olan bir məsələdir. Olacaq E variantı. 15-ci sualımızda hadisə nəticə əlaqəsinə aid biz uyğunluğu tapacağıq. Rey şəhəri Samanilərdən alındı, Azərbaycan vahid halda birləşdirildi. Təbii ki, Reyin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Məhəmməd ibn Əbu Sacın yüzlər üzərində yürüş etməsi, Sazilər dövlətinin əsasının qoyulması xeyr. Bu dövlətin yaranmasının gürcülərlə də əlaqəsi yoxdur. Sazilərin Dərbəndə ələ keçirməsi, Dərbənd səddinin inşa edilməsi xeyr. Dərbənd səddi nə zaman inşa edilib? 6-cı əsrdə Sasanilər dövrünə aiddir. Bu da yanlışdır. Yusifin dövründə xilafətin xəzinəsinə xərac göndərmək dayandırılır. Xilafətdən asılıqdan çıxılır. Bəli, D variantı olacaq cavab. E variantında Cənubi Azərbaycan iqta kimi Əbu Sac Divdada verilir. Sazilər tam müstəqil idarə edilir. Tam müstəqil Məhəmməd ibn Əbu Sacın dövrünə aiddir. Öz adına pullar kəsdirməsi bunu sübut edir. 16-cı sualımız da qəşəng sualdır. Yəni qəbula düşə biləcək potensiala sahibdir və Sazilər dövlətinin 9-10-cu əsrində ayrılanları tapacağıq. 9-cu əsr deyirsə, deməli, xilafət tərəfindən Azərbaycanın iqta kimi Əbu Sac Divdada verilməsi doğrudur. Dövlətin əsasının qoyulması bu da doğrudur. 892. Salarilərlə mübarizə 10-cu əsrə aid. Deməli 1-ə C ola bilməz. Xilafətin 10-cu əsrdə xilafət qoşunlarının məğlub edilməsi Yusifin dövrüdür. Paytaxtın Ərdəbil şəhəri olması bu da Yusifin dövrüdür. Şəddadilərlə mübarizə isə Sazilər Şəddadilərlə mübarizə aparmayıblar. Deməli uşaqlar nə oldu? 1-ə A, B, elə 2-yə də A, B. Yəni E variantı. 17-ci sualımız artıq açıq sualdır. Sazilər dövlətinin 10-cu əsrdə tapacağıq. Dövlətin əsası 9-cu əsrdə qoyulub. Mərzbər bin Məhəmməd Sazilərə aid deyil. Cavab olacaq çox güman ki, yox, elə bildim 4 dənədir. Bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi doğrudur. Xilafətə xərəc göndərilməsindən imtina edilməsi də doğrudur. Kəngərli isə Salarilərə aiddir. Deməli olacaq cavab 3, 4. 18-ci sualımızda Sazilərə aid olanları tapacağıq. Deməli, Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmışdır. Bu təbii ki, doğrudur. Xəzər dənizində ticarət gəmiləri Salarilərə aiddir. Türk mənşəli doğrudur. Azərbaycanın şimalında yaranmamışdır, cənubunda yaranmışdır. Bütün Azərbaycanı vahid halda birləşdirmişdir. Bəli. 1, 3, 5. 19-cu sualımızda onun dövründə Şirvanşahlar və Dərbəndin tabe edilməsi ilə ilk dəfə deyirsə, nə olacaq? Yusif ibn Əbu Sacın dövrü deyəcək. Deməli, deyir ki, mətndə bəhs olunan hökmdarla, yəni Yusif ibn Əbu Sacla Məhəmməd ibn Əbu Sacın oxşar cəhətini tapacağıq. Slavyanlara qarşı mübarizə aparılması yanlışdır. Bu, yəni bizim mövcud dərsliklərimizdə məlumatlara əsasən heç biri də aiddir. Yeni dövlətin əsasını qoymuşdur. Bu da təkcə Məhəmmədə aiddir. Cavab nə olacaq? 2 və 4 olacaq. Deməli, 19-cu sualımızda 2 və 4. Öz adına pul kəsdirməsi və gürcü qoşunlarla mübarizənin aparılması. 2 və 4. 19-cu sualımız. İndi keçirik nəyə uşaqlar? Salarilər dövlətinə. Çalışacağım ki, bütün suallar dövlətləri izah edeyim ki, bir videoda olsun. Rahat şəkildə baxa biləsiniz. Birinci sualımızda Mərzban hakimiyyət dövrünə aiddir. Rəvvadi əmirliyinin əsası yanlışdır. Məhkəmə işlərinə baxan qazılar, bu belə bir məsələ biz rastlaşmamışıq. Salarilər dövlətinə xüsusilə Mərzban və Məhəmmədin dövründə əhalidən torpaq və əmlak vergisinin toplanması məsələsi isə doğru olacaq. Biz bunu hardan bilirdik? Mərzban və Məhəmmədin qanunlanmasına. Oğuz ailəsi dediyimiz kimi Rəvvadilərə, Şəddadilərə aiddir. Bərdə isə Monqollar tərəfindən yox, Slavyanlar tərəfindən qarət edilmişdir. Cavab oldu 1-də C variantı. İkinci sualımızda Mərzban Məhəmmədin hakimiyyəti dövrünə aiddir. Vergi işlərini qaydaya salan qanunnamə ləğv edilməsi yox, əksinə qəbul edilməsi olmalıdır. Sazilər dövlətinin son qoyub Salarilər dövlət yaradıblar deyə. Bu da yanlış olacaq.
paytaxtın Ərdəbildən köçürülməsi deyirsə, yanlışdır. Salarilərin bir dənə paytaxtı olub, o da elə Ərdəbil şəhəri olub uşaqlar. Şirvanşahlar dövlətinin asılılığının ləğv edilməsi də yanlışdır. Bəli, vahid dövlətdə birləşdirilmə olacaq cavab. E variantı. Üçüncü sualımızda Salarilər dövlətinin süqut etməsi Salarilər dövləti 981-ci ildə süqut eləyib və İbrahim İbn Mərzbanın, yəni sonuncu hökmdar olan İbrahim İbn Mərzbanın taxtdan salınması ilə baş vermişdir. Dördüncü sualımızda Salarilər dövlətinə aid deyildir. Slavyanların yürüyüşünə məruz qalıb. Doğrudur. Bərdə faciəsi. Bütün ölkə vahid halda birləşdirilib. Doğrudur. Paytaxtı deməli üzr istəyirəm. Bəli, cavab bu olacaq. Paytaxtı elə bir dənə olub, o da Ərdəbil şəhəri olub. Şərq Gürcüstan tabe edilib, əsası Mərzban qoyub. Doğrudur. Bir də deyirik ki, Salarilər dövlətinin bir dənə paytaxtı olub, o da Ərdəbil şəhəri. 5-ci sualımızda Salarilər dövlətinə aid deyil. Ticarət gəmiləri ilk dəfə Salarilərə aiddir. Vahid dövlətdə birləşdirib. Doğrudur. Sonuncu hökmdarı İbrahim İbn Mərzban. O da doğrudur. Rəvvadilər tərəfindən süquta uğradılması. O da doğrudur. 981-də, 970-ci illərin sonunda xeyr. Salarilər nə zaman yaranıb? 941. Buraya vaxt eləyir 10-cu əsrin 40-cı illəri. 9-cu əsrin 70-ci illərində heç bir dövlət yaranmayıb Azərbaycanda. 6-cı sualımız. 941-ci ildə yaradılan dövlətin paytaxtı Salarilər. Haradır uşaqlar? Ərdəbil. Ərdəbil haradır? Bəli. Görürsünüz, canavarsınız. 4. 7-ci sualımızda Sazilər və Salarilərə aid ümumi cəhətlərdir. Bu bir mənalı olaraq nə ola bilər uşaqlar? Baxın, özünüz bir saniyə ilə fikirləşin. Bəli. Şirvanşahlar dövlətinin aslarla salınması. D variantı. 8-ci sualımızda Salarilərlə müqəddəs Romanın bu da nə olacaq? Bayaqki məsələlərə xatırladır bizə 10-cu əsrdə yaranmaları. 941 Salarilər, 962 müqəddəs Roma. Yəni ikisi də 10-cu əsrdə yaralıblar. 9-cu sualımız. Azərbaycanın 10-cu əsrin əvvəlləri və 10-cu əsrin ortaları tarixinə aid oxşarcaq. Məsələn, mən cavabları oxumamış elə bilirəm ki, burada bizim vahid dövlət məsələsi olmalıdır. Çünki 10-cu əsrin əvvəlləri Yusifdir, 10-cu əsrin ortalarında Salarilərdir. Baxırıq ki, harada var? E variantında. Bu qədər sadə. Əslində bunu izah eləmək lazımdır. Şirvanşahların Salarilər dövlətinin tərkibində olması, baxın 10-cu əsrin əvvəllərində Salarilər dövləti yox idi. Yəni 941 əvvəlləri sayılmır. 10-cu əsrin əvvəlləri. Yeni dövlətin əsasının qoyulması 10-cu əsrin əvvəllərində bizim hər hansı bir dövlətin əsası qoyulmayıb. Xəzər dənizində yerli dövlətlərə məxsus hərbi gəmi dedik ki, ilk dəfə AXC-də olub. Mehranilər sülaləsi Ərəb Albaniya dövlətinə aiddir. Bu da təbii ki, 705-ci ildə Mehranlərə son qoyulmuşdur. O da 8-ci əsr eləyir. 10-cu sualımızda 10-cu əsrə aid olanları tapacağıq. Kordova 756-da 8-ci əsrdir. Sazilər dövlətinin süqutu 941, Frank dövlətinin yaranması 5-ci əsrdir. Mərzban bin Məhəmmədin qanunnaməsi 10-cu əsrdir. Dərbənd əmirliyi Şirvanşahlardan asıla düşməsi, bu da 10-cu əsrdir. Cavab C olacaq. Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi, bu artıq 1382-ci ilə aiddir, 14-cü əsrə aiddir. Xəzər xəqanlığı isə 965, 10-cu əsrdir. Müqəddəs Roma 962, Mehranilər isə 705, yəni biri 10, biri 8-ci əsrə aiddir. 10-cu sualda C variantı oldu. 11-ci sualımızda 10-cu əsrin 40-cı illərində Sazilər dövlətinin, yəni 940-cı illərdə, 10-cu əsrin 30-cu illərində Şirvanşahlar dövlətinin tarixinə aid ümumi cəhət Slavyanlar. Bir mənalı. 944 Slavyanlar, Salarilər, Bərdə məsələsi, 1030, 1032, 33 isə Şirvanşahlar dövlətinə aid olan hadisələrdir. Bunları biz bilirik. 12-ci sualımızda 941-ci ildə Sazilər sülaləsinin hakimiyyətinə son qoyan Azərbaycan dövlətinin paytaxtı Ərdəbil. 2. Salarilər harada mövcud Azərbaycanın cənubunda? Baxın, cənubda da 2 və 3 verilib. 3 isə təbii ki, Salarilərin paytaxtı olmayıb. 13-cü sualımızda 981-ci ildə süqut etmiş Salarilər yenə də burada Ərdəbildir. Eyni testləri veriblər ki, sən belə deyək, abituriyentin bu bilikləri artıq möhkəmlənsin, əzbərləsin, yerini dəqiq bilsin. 14-cü sualımızda Sazilər və Salarilər dövlətinin paytaxtı har olacaq? Yenə də Ərdəbil. Çünki Salarilərin bir dənə olub Ərdəbil, Sazilərdə də Marağa Ərdəbil. Marağanı götürə bilmərik. Burada diqqətli olun. Ərdəbil götürəcəyik. Yəni biri. 15-ci sualımızda
Birinci Fərbürs, Mərzban ibn Məhəmməd, Yusif ibn Əbu Sac. Azərbaycan vahid halda birləşdirməsi Fərbürzə aid deyil. Silməyək adın Fərbürzə aid deyil. Slavyanlarla mübarizə aparmaları elə bu olacaq cavabımız. Deməli, Səlcuq türkləri ilə mübarizə Mərzban ibn Məhəmməd və Yusif ibn Əbu Sac onları görməyiblər. Deməli, Gürcülərlə mübarizə aparmışlar. Bu Mərzban ibn Məhəmməd və Yusif ibn Əbu Saca aiddir. Dərbəndi ələ keçirmişlər. Aha, bizim cavabımız bu olacaq. Dərbəndi ələ keçirmişlər. Çünki birinci Fərbürs 1075-də Dərbəndi ələ keçirib. Mərzban Məhəmmədlə Yusifi də bilirik ki, biz Azərbaycan vahid halda birləşdiriblərsə ələ keçiriblər. Cavab E variantında. B variantında böyük ehtimalla yəni Yusif ibn Əbu Sacı Slavyanlarla mübarizə götürməyiblər. Bu biraz şeydir, dərsliklərdən kənar mövzudur, amma Yusifin dövründə var. Hətta Dərbənd səddinin təmir edilməsi birbaşa Slavyanların adı ilə bağlıdır. Amma eybi yox, bizim dərsliklərimizdə bu məlumat yoxdur deyə biz E cavabını konkret cavab kimi götürəcəyik. 16-cı sualımızda mətin 1 və mətin 2 olaraq verilib. Kür çayından, mən qısa oxuyacağam. Kür çayından şimaldakı torpaqların tabe edilməsi ilə Dərbənddən Zəncana qədər Azərbaycan torpaqları ilk dəfə deyirsə, nə oldu bu? Sacilər. Saci. Slavyanlar Bərdə deyirsə, yəqin ki, burada Salarilərdən söhbət gedir. Deməli, nə deyir? Birinci mətndə verilən dövlətlə ikinci mətndə verilən dövlət arası oxşarlıq. Bu tipli sual ümumiyyətlə qəbula düşə bilər. Sazilərlə Salarilərin oxşar cəhətini tapacağıq. Dərbəndi ələ keçiriblər. Doğrudur. 10-cu əsrdə süqut ediblər. Doğrudur. Biri 941, biri 981 və Xəzərdə hərbi donanmada bunu əzbərlədik. Əməvilər isə yox idi bu dövrdə. Cavab 1-2 oldu. C variantı. 17-ci sualımızda Mərzuban ibn Məhəmməd və İbrahim ibn Mərzuban haqqındakı məsələləri biz Venn diaqramında tapacağıq. Bir-birlərindən fərqləndirəcəyik. 10-cu əsrdə hakimiyyətdə olub hər ikisi. İbrahimin hakimiyyətlərini xatırlayaq. 962-981. Mərzban ibn Məhəmməd isə 941-957. Dövlətin sonuncu hökmdarı bu İbrahimə aiddir. Şəddadilər Gəncəni ələ keçirmişdir. Bu İbrahimə aiddir. 971-ci ildə Kəngərli sülaləsinin nümayəndəsi olmuşdu. Bu təbii ki, hər ikisinə aiddir. Slavyanların hücumlarına qarşı mübarizə aparmışdır. Bu da Mərzbana aiddir. Deməli, 1-ə E, 3-ə A-la C. Deyək, mən qarışdırdım nəysə. 2-yə, hədə uşaqlar, 2-yə B, C, 3-ə A, D. Mən burada C-ni 2 dəfə yazmışam. Deyirəm, niyə cavab çıxmır? Kəngərli oxşar. Bəli, cavab oldu nə? B variantı. Deyirəm, axı, belə şey olanmaz. 18-ci sualımızda Salarilər dövləti Mərzban Məhəmməd və İbrahim Mərzban Şərqi Gürcüstanın tabe edilməsi doğrudur. Rəvvadilər sülaləsinin hakimiyyətinə sacilərə son qoyub, rəvvadilərə yox. Azərbaycan torpaqlarını ilk dəfə deyirsə, bu da yanlışdır. İlk dəfə sacilərdir. Deməli, 1-ə A olacaq cavabımız. Sonra İbrahim ibn Mərzban qanunnamə hazırlatmayıb. Bu Mərzban ibn Məhəmmədə aiddir. Cavabımız çıxdı elə. Şəddarlarla toqquşma nəticəsində taxtdan salınması da yanlışdır. Çünki onlara kim son qoyub? Rəvvadilərlə olmalıdır. Şəddadilər bayaqki bu məsələdə Gəncəni ələ keçiriblər. Bu İbrahimin dövründədir. Cavab oldu C variantı. Rəvvadilər tərəfindən də hakimiyyətdən uzaqlaşdırılması doğrudur. 19-cu sualımızda biz nəyi tapacağıq? Məniçöhür və İbrahim ibn Mərzban. Bax, burada artıq Şirvanşahların 11-ci əsrin birinci yarısında olan hökmdarlarından da verilib. Bu da qəbul sualıdır. Birinci Məniçöhür Slavyanlarla mübarizə aparıb, doğrudur. 1030-cu il. Ərəblərlə döyüşdə qalib gəlib, Məniçöhür ərəbləri görməyib. Azərbaycan torpaqlarını vahid halda birləşdirib, Məniçöhür birləşdirməyib. Deməli, 1-ə A oldu. İbrahim ibn Mərzban Bizans Gürcü qoşunlarını məğlub edib. Belə bir məsələ yoxdur. Xilafətə xərəc göndərməyə dayandıran Yusif ibn Əbu Sacdır. Dərbənd vilayət dövlətinin tərkibindən çıxdı. Bəli. Ümumiyyətlə, İbrahim ibn Mərzban dövründə artıq biz dövlətin zəifləməsini Mərzban tərəfindən asfiyətə salınmış, belə deyək, dövlətlərin artıq müstəqillik qazanmasını görürük və Dərbənd də bunların içərisində idi. Cavab olacaq C variantı. 20-ci sualımız açıq suallara keçirik artıq. Bax, 20-dir, 21-dir. Bunlar hadisə nəticə əlaqələrini tapacağıq, doğru olanları tapacağıq. Xilafətin zəifləməsi və parçalanması feodal dövlətlər yarandı.
doğrudur. Yusifin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın cənubu bu iqta Əbu Saz Dibdada verilib, Yusifə aid deyil. 11-ci əsrdə Slavyanların ölkəmizə növbəti yürüşü Şamaxı şəhəri qarət və talanlara məruz qaldı. Bu isə təbii ki, doğrudur. 1032-33. İbrahim ibn Mərzbanın daxili və xarici siyasəti sazilər. Bu İbrahim ibn Mərzban sazi dövlətinin hökmdarı deyil. Slavyanlar Bərdəni tutdu 944, Şəddadilər isə 1088-də süqut edib, əlaqəsi yoxdur. Cavab oldu 1-3. 21-də də xilafətin zəifləməsi və parçalanması Şirvanşahları yarandı. Yusifin həyata keçirdiyi xarici siyasət Əbəvilər yox, Abbasilər idi. 10-cu əsrdə Slavyanların ölkəmizə növbəti yürüşü Bərdə şəhəri qarət və talanlara məruz qaldı. Doğrudur. 944-cü il hadisəsidir. Mərzban və Məhəmmədin daxili və xarici siyasəti Sazilər dövləti zəiflədi. Parçalandı. Sazilərə aidiyyəti yoxdur. Slavyanların Bərdən tutmasının da Rəvvadlərə aidiyyəti yoxdur. Cavab oldu nə uşaqlar? 21-ci sualı 1-3. 22-ci sualımız. Sazilər dövlətinə aid olanlar, Salarilərə aid olanları tapacağıq. Şirvanşahları tabi edib, ticarət gəmiləri üzməyə başlayıb, Ərdəbil paytaxt olub. Bu sadə sualdır. 1-2-3. İlk dəfə deyirsə sazilərdir. Yusif ibn Əbsac sazilərdir. 23-cü sualımızda 10-cu əsrin birinci yarısı, yəni 901-dən 950-yə qədər olan hadisələrə baxacağıq. Abbasilər xilafətinin paytaxtının Bağdada köçürülməsi. Bu 762-ci ilə aiddir. 8-ci əsrə aiddir. Azərbaycan ərazisinin vahid dövlətlə birləşdirilməsi Yusifin dövrü doğrudur. Ərdəbil şəhərinin Salarilər tərəfindən ələ keçirilməsi. Bu da doğrudur. 941-ci ildə. Xəzər xəqanlığının süqutu 965-dir. İkinci yarısına aiddir. Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıya köçürülməsi. Bu da 918-ci ilə aiddir. Demək 10-cu əsrin birinci yarısı edir. Almaniya krallığı isə 843-cü ilə aiddir. Yəni 9-cu əsr. Demək nə oldu? 2, 3 və 5. 24-cü sualımızda Azərbaycanın 10-cu əsrin birinci yarısı, ikinci yarısı üzr istəyirəm, baxacağıq. Yəni 950-ci ildən sonra. Dəbil Əmirliyi 951-ci ildir. Bu doğrudur. Dərbənd Əmirliyinin Şirvanşahların Asvetə salınması 988. Bu da doğrudur. Salarilər sülaləsi hakimiyyətə gəlib 941-ci il. Bu birinci yarısıdır. Gəncənin Şəddadilər dövlətinin paytaxtı elan edilməsi bu da doğrudur. Nə zaman idi? 971-ci ildə. Bütün Azərbaycanın sazilər deyirsə, bu Yusifin dövrüdür. Birinci yarısıdır. Rəvvadilər dövlətinin Böyük Səlcuqların Asvetə düşməsi 1054-dür uşaqlar. 1054. Bu ikinci yarısıdır, amma nə zaman? 11-ci əsrin ikinci yarısı. Nə oldu cavab? 24-də 1, 2, 4. 25-ci sualda biz Sazilər və Salarilər dövlətinin tarixinə aid ümumi cəhətləri tapacağıq. Deməli, birinci, Şirvanşahlar dövlətinin Asvetə salınmaları hər iki dövlət üçün oxşar xüsusiyyətdir. Yusifin dövrü və Mərzban Məhəmmədin dövründə. Xəzər dənizində güclü hərbi donanmanın saxlanılması. Bu uşaqlar, hərbi donanma məsələsi biz artıq əzbərlədik ki, hərbi donanma Azərbaycan Xalq Cümhuriyyətinə aiddir 1919-cu ilə. Sonra Marağanın paytaxt şəhər olması, Marağa təkcə Sazilər dövlətinin paytaxtı olub, Marağa və Ərdəbil Sazilərin, Ərdəbil isə hər ikisinin paytaxtı olub, yəni 5 də doğru olacaq. 10-cu əsrin ikinci yarısında süqut etmələri isə təkcə Salarilərə aiddir, Sazilərə aid deyil. Demək, cavabımız 1 və 5 oldu. 26-cı testimizdə 10-cu əsrdə Azərbaycanın vahid dövlətlə birləşdirilməsinin ümumi nəticələrini müəyyən edəcəyik. Dövlətçilik ənənələrinin dirçəlməyə başlanması. Baxın, bu 9-cu əsrə aiddir. Demək, baxın, başlanması deyirsə, Şirvanşahlar dövlətinin yaradılması götürülür bu. Bu da 861-ci ilə, yəni 9-cu əsrə təsadüf edir. İkinci məsələdə ölkə miqyasında ticarət və mədəniyyətin inkişafına zəmin yaratdı. Bu aydın məsələdir. Bunu əvvəlki testlərdə də demişik. Təsərrüfat da canlandı. 2-4 olacaq cavabımız. Burada bizim diqqət edəsi bir neçə məqamımız var. Onlardan biri birincisi deyil. Onu biz qeyd elədik ki, 861 başlanması dediyinə görə. Üçüncüsündə yadelli hücumların qarşısının tamamilə alınması deyir. Bu təbii ki, yanlışdır. Düzdürmü? Çünki tamamilə alınmayıb. Hələ biz 10-cu əsrdə belə deyək, Slavyanlarla rast gəlir. Daha sonra da Slavyanlar var, sonra Səlcuqlar var, Monqollar var və s. və ilə axır. Sonra 5-ci məsələ isə Azərbaycan Türk xalqının Cənubi Qafqaza başlıca etnik siyasi qüvvəyə çevrilməsi bu 11-ci əsr Səlcuq türklərinin adı ilə bağlıdır. Oğuzların adı ilə bağlıdır. Yəni. Daha çox Səlcuq dövlətinin adı ilə bağlıdır. Ona görə 10-cu əsrdə testimizin şərtində bizdən tapılması lazım olan o idi. O da oldu neçə uşaqlar? 2 və 4. Sonra
27 testimizdə 10-cu əsrdə Azərbaycanın vahid dövlətə birləşdirilməsinin nəticələrini tapacağıq. Bu da başqa bir formasıdır həmin testin. Birinci Azərbaycanda türk xalqının Cənubi Qafqazda ümumiyyətlə mövqeyi daha da möhkəmlənir və ölkə miqyasında iqtisadi və mədəni əlaqələr dərinləşir. Dərbənd səddinin möhkəmləndirilməsi bu nəticə ola bilməz. Yad elli hücumuna tamamilə son qoyulması bu deyildi, ola bilməz. O feodal münasibətlər əsasanələr dövründədir. Hərbi donanmada zaten da biz əzbərləmiş olduq. 28-ci testimizdə Qarabağlıların paytaxtdan Təbrizə köçürülməsi var. Biz bunun konkret ilini bilmirik, amma əsr olaraq 10-cu əsrin sonları qeyd edə bilərik. Hər halda bizim testimizin şərtini pozmayacaq. İndi özünüz də görəcəksiniz. Ərdəbilin Salarilər dövlətinin paytaxtı olması, elə bunu biz 941 yazaq. Heç bir ziyanı yoxdur. Şirvan da dövlətin yaranması ilə paytaxt olub. Yəni nə olacaq uşaqlar? 3, 2, 1. Cavab oldu 3, 2, 1. 29-cu testimizdə də uyğunluğu tapacağıq. Deməli, Mərzbar bin Məhəmməd tərəfindən varlığına son qoyulan sacilərdir. Paytaxtın Maraqadan Ərdəbilə köçürülən salarilərdir. Yox, köçürülən deyilsə sacilərdir o da. Sonra 10-cu əsr 30-cu illərdə Slavyanların yürüşünə məruz qalmışdı. Hansı? Şirvanşahlar 1-ci Mənüçöhrün dövründə. Sonra 10-cu əsrin 40-50-ci illərində Mərzban ibn Məhəmməd tərəfindən idarə edilirdi salarilər. 10-cu əsrin 40-cı illərdə yaranmışdı salarilər. Deməli, 1-ə A, B, 2-ə D, 3-ə C. Növbəti bölməmiz Rəvvadilərdir. Rəvvadilərin hakimiyyəti dövründə Cənubi Azərbaycan mövqeyi möhkəmləndi. Yerli türk tayfalarının, Oğuzların. Bunu zaten bilirik biz. İkinci testimiz, bu da əvvəlki testlərə oxşuyur. Rəvvadilər dövləti və müqəddəs Roma imperiyasının oxşar cəhəti ancaq və ancaq eyni əsrdə yaranmaları ola bilər. 981 və 962. İkisi də 10-cu əsrdə. Rəvvadilər dövlətinə aiddir. Paytaxtı Bərdə olan əmirliyin yaradılması bu dövlətin özünə aid deyil. Bu Rəvvadi əmirliyinə aiddir. Səlcuqlar tərəfindən varlığa son qoyulması bəli. 1065-ci ildə 1065-də Rəvvadilər Alparslan dövründə Səlcuqlar son qoyurlar Rəvvadilərə. Hökmdarı Sultan titullaşması yanlışdır. Azərbaycan tarixində ilk Sultan titulu Qızıl Arslanın adı ilə bağlıdır. Dəbil əmirli Şəddadilərdir. Gəncə də dediyimiz kimi Şəddadilərə aiddir. 4-cü testimizdə Rəvvadilər dövlətinə aiddir. Türk mənşəli deyildi. Biz türk mənşəli sazilər və salariləri tanıdıq. Paytaxtın Təbrizdən köçürülməsi yox, Təbrizə köçürülməsi olar. Çünki Ərdəbil və Təbriz olub. 2 dənə paytaxt olub. Ərdəbildən Təbrizə köçürülüb. Xudafərin körpüsü Şəddadilərə aiddir və ərazisində Oğuzların məskunlaşması da bizim cavabımız olacaq. D variantı. Azərbaycanın şimalında yox, cənubunda yaranır Rəvvadilər dövləti. Salarilər və Rəvvadilər dövlətlərinə aid ümumi cəhəti tapacağıq. Şirvanşahları asıl etə salan təkcə salarilərdir. Eyni əsrdə yaranmaları bəli bu olacaq. 941 salarilər, 981 Rəvvadilər. İkisi də 10-cu əsr. Vahid dövlətə birləşdirən salarilərdir. Eyni əsrdə süquta uğramaları yanlışdır. Biri 981 10-cu əsr, biri 1065 11-ci əsrdir. Əsasları türk mənşəli deyirsə, bu da təbii ki, salarilərə aiddir. Rəvvadilər ərəb mənşəli idi. 10-cu əsrin 20-ci illərin sonunda Azərbaycana köçürülən Oğuz ailələrinin məskunlaşdığı dövlətin ərazisi har olacaq uşaqlar? Rəvvadilər. Yəni Təbriz. Yəni D variantı. Bu məncə hamının əzbər bildiyi şeydir. 1054-də Böyük Səlcuq dövlətinin asriyətə salınmış Azərbaycan dövlətinin paytaxtı yenə də Təbrizdə Rəvvadilər dövləti və üzr istəyirəm Təbriz şəhəri olacaq. 8-ci testimizdə Rəvvadilər dövlətinə aid olmayan xüsusiyyət tapacağıq. Muğan hakimliyi Əbülhəzanın dövründədir. Paytaxt Təbriz idi, doğrudur. Ərəb mənşəli tərəfindən qoyulmuşdur, bu da doğrudur. Azərbaycan cənub torpaqlarını əhatə edir, bu da doğrudur. Sazilərin hakimiyyətinə yox, uşaqlar, salarilərin hakimiyyətinə son qoymuşdur. Ona görə bu aid olmayan xüsusiyyət olacaq. 9-cu testimizdə burada Muğan hakimliyini görürük, Təbrizi görürük. Əmirlik yaradanlarsa təbii ki, mövzunun adına uyğun olaraq təbii ki, nə olacaq? Rəvvadilər olacaq. C variantı. Sonra mətn verib. Deyir ki, Şirvanşahlar dövləti dənizdə rusların hücumlarına məruz qaldı. Birinci Mənüçöhr Bakı yaxınında qarşıladı falan filan. Şirvanlı həlak idi. Slavyanların deyir, mətndə bəhs olan yürüşündən fərqli olaraq 1030-cu ildə Şəddadilər yürüşünə aiddir. Bu bilirsiniz ki, Şəddadilər məsələsində belə bir məqam var ki, Şəddadilər Slavyanları özləri çöməyə çağırıblar. Kim çağırıb? Musa ibn Fəzil çağırıb. Niyə çağırıb? Qardaşına qarşı qiyam qaldırmışdılar. Qardaşına qarşı köməyə çağırmışdı, belə deyək. Və ona görə də birinci fikir doğru olacaq. Bərdə şəhərinin bununla əlaqəsi yoxdur.
Bunu çıxacağıq biz buradan. 1-i gətirəcəyik cavablara. Beyləqan əhazisinə divan tutmuşdular. Bəli, elə qiyam harda baş vermişdi? Beyləqanda baş vermişdi. Ona görə cavabımız olacaq C variantı. 11-ci sualımızda onun dövründə Oğuzlu ailələri ölkəmizin cənubunda məskunlaşması, dövlətin hərbi cənubda deyirsə, məskunlaşma deyirsə biz kimi deyəcəyik? Vəhsudanı deyəcəyik. Bir də Təbriz zəlzələsi də bizə ipucu verəcək. 1042-ci il Təbriz zəlzələsi. İndi deyir ki, mətndə bəhs olan hökmdarlardan fərqli olaraq Əbülhiza. Biz burada 2 dənə Əbülhiza deyirsə, 2 dənə varianta baxa bilərik də dövlət kimi. Bir Muğan hakimliyini deyə bilərik, bir də dövlətin əsasını qoymasını deyə bilərik də, düzdürmü? Başqa Əbülhizanın dövründə biz geniş məlumatımız yoxdur. Ona görə elə cavab olacaq nə? D variantı. Dövlətin Əbülhiza və Sudandan fərqli olaraq dövlətin əsasını qoymuşdur. 12-ci sualımızda Albaniya səkkələsin əvvəlləri, yəni 705, Rəvvadilər 11-ci əsrin 60-cı illəri, yəni 1065-ci il nə olmuşdu uşaqlar? Bəli, daxili müstəqillik itirmişdi, dövlət süquta etmişdi. Səlcuqlar tərəfindən Rəvvadilər, Əməvilər tərəfindən, yəni Ərəblər tərəfindən isə Albaniyanın daxili müstəqilliyə son qoyulmuşdu. 13-cü sualımızda Səkkəsin sonlarında əmirlik yaratmışdılar. Sonradan dövlət yaratmışdılar. Muğan hakimində asılı elə salmışdılar. Kimdir bu? Təbii ki, Rəvvadilər, düzdürmü? Rəvvadi. İndi deyir ki, mətndə bəhs olan dövlətdən fərqli olaraq Şirvanşahlar dövləti. Yəni Şirvanşahların Rəvvadilərdən fərqini tapacağıq. Türk mənşəli heç biridir. Slavyanlara qarşı mübarizə aparıb, bəli, Şirvanşahlar, Rəvvadilərin Slavyanlarla mübarizəsi yoxdur. Azərbaycan torpaqlarını ilk dəfə deyirsə, bu Sacilər dövlətinə aiddir, bu heç birinə aid deyil. Dərbənd səddini təmin etdirmişdir, bəli. Şirvanşahların əsas fərqi deyil. 2-4. 14-cü sualımızda məziyyətlər, salarilər Rəvvadilərə aid uyğun olaraq tapacağıq. Birinci gəlin hadisələri tapaq, sonra uyğunlaşdıraq. 10-cu əsrin birinci yarısında hakimiyyətə gəlmələri bu salarilərdir. Dəbil əmirliyi heç birinə aiddir. Bu çıxdıq buradan. Səlcuq dövlətindən asılı olması Rəvvadilərə aiddir. Saxladıq onu. 10-cu əsrin əvvəllərində sazilərdən asılı olmaları bu məziyyətlərdir. 9-cu əsrdə cənubda, Azərbaycanın cənubunda əmirlik yaratmışdılar. 9-cu əsrdə Azərbaycanın cənubunda hər hansı bir əmirlik yaradan bir kişi yoxdur. Deməli 3 nəfər qaldı. Daha doğrusu 3 xüsusiyyət qaldı. Məziyyətlər 4-cü fikirdir, sazilərdən asılı olan. Sonra salayirlara aid birinci yarısına hakimiyyətə gəlmələridir. Rəvvadilərə aid də 3-dür. Deməli nə olacaq? 4-1-3. 15-ci sualımızda 10-cu əsrin 2-ci yarısı tarixinə aiddir. Biz nəyə baxacağıq burada uşaqlar? 950-dən sonraki hadisələrə. Salarilər dövləti İbrahim ibn Mərzban tərəfindən idarə edilirdi. Bəli, İbrahim ibn Mərzban 962-ci ildə hakimiyyətə gəlmişdi. İkinci yarısı ilə. Deməli doğrudur. Xəzər xəqanlığının yaranması deyirsə səhvdir. Çünki 7-ci əsrdə yaranan Xəzər xəqanlığı 7-ci əsrin 50-ci illərində. Qəznəlilər dövləti 962-ci ildədir. Deməli bu da ikinci yarısıdır. Əbülhiza tərəfindən Azərbaycanın cənubunda yeni dövlət yaranıb 981-də Rəvvadilər dövləti, demək bu da cavabımızdır. Şirvanşahlar dövlətinin paytaxtını Şamaxıya köçürməsi 918-ci ildir. Bu birinci yarısıdır. Fransa krallığı isə 843-cü ildə yaranıb. Cavab nə oldu uşaqlar? 1-3-4. 16-cı sualımızda xronoloji ardıcılığı tapacağıq. Heysam 861-dədir. Bir dəqiqə, 861-dədir. Frank dövləti 5-ci əsrdir. Rəvvadilər 981-dir. Müqəddəs Roma 962-dir. Deməli nə olacaq? 2, 1, 4, 3. 2, 1, 4, 3. 17-ci sualımızda xronoloji ardıcılıqdır. Sazilərin süqutu 941-dir. Rəvvadilərin süqutu 1065-dir. Frankın parçalanması 843-dür. Sasanilərin hakimiyyətə gəlməsi 226-dır. Nə oldu uşaqlar? 4, 3, 1, 2. 18-ci sualımızda yenə xronoloji ardıcılıqdır. Ərəblərin Azərbaycan hücumlarının başlanması. Biz elə bunu gəlin 7-ci əsr kimi götürə bilərik, və yaxud da 639-da götürə bilərik. Qəzvin işğalları, Cənubi Azərbaycan işğalları heç atdırırdılar, və yaxud da başlayırdılar. Rəvvadilərin dövlətinin yaranması, gəlin belə yazaq, daha səliqəli olsun. 7-ci əsr. Rəvvadilər 981. Ərəblərin köçürülməsi bu 7-ci əsrdən sonraki prosesi 9-cu əsrə qədər, yəni Ərəb-Xəzər müharibələrinin sonuna qədər davam eləmişdi. Elə gəlin 7-ci əsr yazaq. Bunu da Mehraniləri də Albaniyaya hakimiyyətə gəlməsi 630-da. Deməli uşaqlar, birinci 100% Albaniya olmalıdır, yəni 4 olmalıdır. Sonra ərəblər hücuma başlamalıdır ki, ərəb Azərbaycan tayfalarını köçürə bilsinlər də, düzdürmü? 3 və 2. 4, 1, 3, 2. 19-cu sualımızda saciləri, Rəvvadiləri və Şirvanşahları uyğunlaşdıracaq. 10-cu əsrin əvvəllərində xərac göndərməkdən imtina edən sacilərdir. Bunu bildik 912-ci ildə. Şimal-şərqində meydana gələn Şirvanşahlardır. Sonra 20-ci illərdə Oğuz ailələrinin məskunlaşdığı Rəvvadilərdir.
Şəddadilər dövlətinin süquta uğradılması heç birinə aiddir. Paytaxtın əvvəlcə Marağa, sonra Ərdəbildə Sacilər aiddir. Yəni 1-ə A, 2-yə C, 3-ə B oldu. Düzdürmü? Yəqin ki, düzdür. 20-ci sualımızda əsaslı Mərzibay və Məhəmməd tərəfindən qoyulması Salarilərə aiddir. Oğuz ailələrinin ərazisində məskunlaşması Ərəb vadilərə aiddir. Dövlətin paytaxtının Şamaxıya köçürülməsi Şirvanşahlara aiddir. 10-cu əsrin 40-cı illərdə Bərdənin Slavyanlar tərəfindən qarət edilməsi bu da Salarilərə aiddir. Azərbaycanın şimal-şərqində Şirvanşahlara aiddir. 1-ə C-yi, 2-ə B, 3-ə A, D. 21-ci testimizdə uyğunluğu tapacağıq. Sacilər, Salarilər və Ərəb vadilərə aid. Əbülhicad tərəfindən son qoyulması deyirsə, uşaqlar nə olacaq? Salarilər. Sonra 10-cu əsrin 40-cı illərdə Slavyanların yürüşünə məruz qalmışdı desə, bu da Salarilər. 944 Bərdə faciəsi. 10-cu əsrin 40-cı illərdən süqut edir deyirsə, Sacilərdir 941-ci ildə. Sonra 10-cu əsrin əvvəllərində bütün Azərbaycan, 10-cu əsrin əvvəlləri görə ki, biz Saciləri deyirik. Yəni Yusif ibn Əli Sac 1-ə gedəcək. Paytaxtın Təbrizə köçürülməsi rəvvadidir. 1-ə C-dir, 2-yə A, B, 3-ə Y. Uşaqlar, Şəddadilər dövləti biraz sayı çoxdur. Həmçinin maraqlı testlər var burada. Nisbətən çətin testlər var. Ona görə bu mövzunu ayrıca mən izah kimi çəkəcəm. Özə geniş və təfərrüatlarla birlikdə paylaşım eləyəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, minnətdaram.